Salam. Mən sizin süni intellekt əsaslı dənizçilik bələdçiniz Xəzər. Bundan sonra gəmiçilik və dənizçi həyatı ilə bağlı müxtəlif maarifləndirici mövzularla tez-tez sizin qonağınız olacağam. İlk mövzumuz gəmidə təhlükəsizlik ilə bağlı yol verilən 5 səhvə əsir olunub. Beləliklə, ilk səhv 1. Gündəlik işlərdə arxayınlaşma. Gəmidə gündəlik görülən işlərin riskləri çox vaxt düzgün qiymətləndirilmir. Bu işi hər gün edirəm düşüncəsi bəzən diqqəti azaldır və təhlükəni kiçildir. Ona görə də hər işdən əvvəl heyətin təlimatlandırılması, risklərə dair qabaqlayıcı tədbirlərin onlara izah edilməsi vacibdir. 2. Təhvil təslimi düzgün aparmamaq. Təhvil təslimin natamam aparılması mühüm təhlükəsizlik detallarının ötürülməməsinə səbəb ola bilər. İşin necə icra ediləcəyi ilə yanaşı, risklər və onlara dair qabaqlayıcı tədbirlər aydın şəkildə izah edilməlidir. Təhvil təslim təkcə kağız üzərində yox, vizual yoxlama ilə də təsdiqlənməlidir. 3. Prosedurlara və iş icazəsi sisteminə riayət etməmək. Yüksək təhlükəli işlərdə prosedurlara əməl etməmək ciddi qayda pozuntusudur. Alovlu işlər, qapalı məkanlara giriş və çıxış, hündürlükdə işlər, enerji ilə bağlı fəaliyyətlər, dalğıc və ağır yük qaldırma əməliyyatları xüsusi iş icazəsi ilə aparılmalıdır. İş icazəsi sistemi, enerji təcridi və yoxlama vərəqələri təhlükəsizliyin əsas hissəsidir. 4. Fərdi mühafizə vasitələrindən düzgün istifadə etməmək. Fərdi mühafizə vasitələrinə dəbilqə, göz eynəyi, kombinezon, əlcək, dəmir altlıqlı və ucluqlu qoruyucu çəkmə daxildir. İcra ediləcək işin təhlükəsindən asılı olaraq respirator, kipləyicili eynək və ya üz sipəri, hündürlükdə işləmək üçün kəmər, kimya əleyhinə önlük və uzunboğaz rezin çəkmə, əlcək və xilasedici işçi jileti tələb oluna bilər. Zədələnmiş, istismar vaxtı bitmiş və ya yanlış fərdi mühafizə vasitələrindən istifadə qəti qadağandır. 5. Təhlükəli hal və ya hadisə barədə məlumat verməmək. Bəzi hallarda əməkdaşlar psixoloji səbəblərdən, qorxu, utanc və ya laqeydlikdən aşkar etdikləri və ya şahidi olduqları təhlükə barədə məlumat verməməyi seçirlər. Sətən mədəniyyəti isə hər kəsdən təhlükələrə ciddi yanaşmağı və məlumatı vaxtında verməyi tələb edir. Bu, həm təhlükənin aradan qaldırılmasına, həm də həmin hadisə və ya xətanın təkrarlanmamasına kömək edir. Unutmayaq ki, təhlükəsizlik qaydalarına əməl etmək hər bir dənizçinin sağlam şəkildə evinə qayıtmasının əsas şərtidir. Buna görə də ilk baxışdan kiçik görünsə belə, bütün təhlükəsizlik qaydalarına ciddi riayət etmək vacibdir.